Uşaqlar və gənclərin ruhi sağlamlıq problemləri artır. Ümumdünya Səhiyyə Təşkilatının yeni təhlili göstərir ki, Avropada hər 7-ci 20 yaşına gənc ruhi sağlamlıq problemi ilə üzləşir. Son 15 ildə bu göstərici təxminən 30% artıb. Qızlar daha çox əziyyət çəkir. 15-19 yaşlı hər 4 qızdan biri ağır psixi böhran yaşayır. Davam edən geosiyasi münaqişələr və sosial-iqtisadi qeyri-sabitlik bu vəziyyətin potensial səbəbləri kimi göstərilir. Tədqiqatda qeyd olunur ki, Faroe Adaları, İslandiya və Danimarka gəncləri ruhi rifah göstəriciləri üzrə ən yüksək səviyyədədir. Ukrayna, Kipr və Polşa isə aşağı göstəricilərlə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatının pasiyentlərin təhlükəsizliyi və tibbi keyfiyyət üzrə məsul nümayəndəsi Dr. Joe Brett bildirir ki, bu hesabat ciddi xəbərdarlıqdır. Hər uşaq və gənc yüksək keyfiyyətli ruhi dəstək almağa haqqı var. Hesabat Avropanın 53 ölkəsini əhatə edən ilk geniş miqyaslı araşdırmadır. Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə çağırış edir ki, gənclərin ruhi sağlamlığını yaxşılaşdırmaq üçün investisiyaları artırmaq, xidmətləri təkmilləşdirmək və proqramları daha effektiv etməklə gələcək nəsillərin rifahını təmin etsinlər.